Hər vaxtınız xeyirli olsun. Marketing Talks-un daha bir buraxılışı ilə yenidən qarşınızdayıq. Ötən buraxılışımızı izlədiniz və xoşunuza gəldisə, bugün tam onun davamı olan bir buraxılış olacaq. Yenə də çox qəşəng bir xanımla üz-üzəyik. Üz-üzə deyəndə əlimlə üz-əlimlə. Yəni mən xanımla üz-üzəyəm. Xanımı bilmirəm, indi vüsal göstərəcək həmin əvvədə. İnşallah ki, göstər. Vüsal məni üz-üzə xanımla qoyuş eləyirəm. Bəli, xoş gördük sizi. Biz çox darıxmışdıq sizin üçün. İnanırıq ki, siz də bizim üçün darıxmışdınız. Və şərhlərinizi oxuyuruq, geri dönüşlərinizi görürük, tədbirlərdə rast gəlirik, bizdən soruşursunuz Marketing Talks-la bağlı. İnşallah necə deyərlər, davamlı olsun. Biz də bunu çox istəyirik. Şəxsən mən danışmağı çox sevirəm. Mənim üçün fərqi yoxdur, necə bir platform olur olsun. Əsas danışım və faydalı ola. Əlimdə bilirəm ki, hər zaman hər yerdə faydalı olmağa çalışır. Öz çıxışları ilə, öz nəzər bilikləri ilə, təcrübələri ilə və biz bu şəkildə, yəni biz bu podkast yolu ilə sizə çatmağa çalışırıq. Marketinqi öyrənmək istəyənlərə çatmağa çalışırıq. Düşünürəm ki, faydalı oluruq da. Yəni əgər elədirsə də sizin dəstəyinizi gözləyirik. Dəstəyiniz necə ola bilər? Bu videonu və digər videoları izlədikcə bəyənəsiniz, tövsiyə edəsiniz, paylaşasınız, bizi də işarə eləyəsiniz. Nə xoş bizə. Heç işarələməyin, heç adımızı da çəkməyin. Amma paylaşın ki, digərləri də görmüş olsun ki, mən bu podkastdan xeyri, faydanı gördüm. Siz də izləyin, faydanı görün. Çünki izlədikcə siz, yəni biz daha çox ruhlanırıq. Hər zaman deyirəm, bir nəfərə belə faydamız varsa, bu buraxılış ən son günə qədər inşallah davam eləyəcək. Amma bu buraxılışın ərsəyə gəlməsində olan bizim dəstəkçilərimiz var, hansı ki, onlar bu buraxılışın fəlsəfəsinə, ümumiyyətlə Marketing Talks-un fəlsəfəsini anlayıblar və bizə dəstək olurlar. Bu yolda elə ilk gündən, necə deyərlər, əsas hər zaman bir sponsorumuz olub. O da Oba Marketlər şəbəkəsi. Düşünürəm ki, axıra qədər də biz elə onlarla davam edəcəyik. Oba Marketlər şəbəkəsinin yeni mobil tətbiqi çıxıb. Bu hissəni keçməyin. Bu çox vacib bir şeydir. Sadəcə məlumat vermirəm. Özüm də faydalandım. Hətta əlimə də tövsiyə etdim ki, o da yükləsin, baxsın. Çox maraqlı, faydalı, həqiqətən də faydalı həllər var bu mobil tətbiqdə. Yəni bir mobil tətbiqi yükləyəndə insan nə istəyir? Nəyisə rahatlaşdırsın, hansısa bir işimi həll etmiş olsun. Olur siz marketə gedirsiniz və yaxud da ki, ailə üzvünüzü marketə göndərirsiniz, amma o hamısını ya yazmır, ya diqqətlə sizə qulaq asmır, ya günün sonu yorğun olur, yadında qalmaya bilər. Siz artıq mobil tətbiqdə evdə oturarkən, istədiyiniz yerdə, ofisdə, işdə, yolda alış-veriş siyahısının səbətini hazırlayırsınız, elə mobil tətbiqin özündə. Paylaşırsınız qarşıdakı ailə üzvlərinizin biri ilə. O isə marketdə artıq rahat-rahat alış-verişini edir. Alış-veriş eləyərkən cashback qazanır. Cashback qazanırsa həm də cashbackdən ödəyə bilər və buna görə internetinin olması belə gərəkmir. Yəni internetsiz ortamda belə telefonunuzda anidən olur hər birimizdə ki, baxırıq ki, balansımızda vaxt qutarıb, ya yaxud da balansımız qutarıb. O zaman nə olur? Qalırıq belə ki, biz bunu ödəməni necə eləyək? Həm cashback qazanacaqsınız, həm də cashbacklə xərcləyə bilərsiniz. Dostunuzu dəvət etsəz, yenə də qazanacaqsınız. Hətta onun tərkibində oyun var. Oyunu oynayanda belə cashback qazanacaqsınız. Yəni bir sözlə yalnızca qazanc gətirir. Odur ki, elə Oba Plus mobil tətbiqini yükləyin. Yükləyənlər desə ki, birdən, məndə köhnə Oba mobil tətbiqidir, problem yoxdur. Sadəcə Play Store-dan və yaxud da iOS-dan onu yeniləməyiniz kifayətdir. Ümumiyyətlə Oba indi oyun çıxardır. Qəşəng sözdür. Doğrudan da elədir. Və onlara təşəkkür edirəm hər gün sularına görə, Aləmşah çayına görə, hər ikisinə görə də minnətdaram. Eyni zamanda bizim podkastımızın ərsəyə gəlməsində Qarmediyanın da sonsuz təşəkkür edirik. Onların da dəstəyi var. Əgər siz də podkast çəkmək istəyirsinizsə, siz də ola bilər bir buraxılışdır, ola bilər daimi olaraq, fərqi yoxdur. Studiyaya ehtiyacınız varsa, o zaman Arif bəyə yaza bilərsiniz. Onların da əlaqə nömrələrini qoyacağam. Qarmediyaya müraciət eləyin. Elə demək, o əsl sərfəli şərtlərlə siz öz ideyalarınızı, podkastınızı ərsəyə gətirin. Bu artıq bugün çox rahat bir işdir bu. Sadəcə olaraq əvvəllər bizim kimi düşürdük, yollara Vüsalı axtarırdıq. Ay Allah, Vüsalın vaxtı varmı, yoxmu? Amma indi studiya axtardıq. Amma indi hər şey birində, sadəcə sizin studiyaya daxil olub, qonağınızı gətirib və yaxud da özünüzün danışmağınız kifayətdir. Sən Vüsala da otaq ayırıblar, elə burada qalır, heç yerə getmir. Səhər gəlir ki, burada. Bəli, eynən və Digibum agentliyinə də sonsuz təşəkkür edirəm. Sənanə xanım və komandasına. Əgər desəniz ki, Digibum agentliyi nə agentliyidir, belə hər dəfə təşəkkür edirsiniz. Əgər sizin də şirkətinizin, sizin də sahibkar olduğunuz hansısa bir şirkətin sosial mediada paylaşımlarına, sosial mediada onun strategiyasının yaradılmasına, postların reklam edilməsinə, doğru targetin seçilməsinə ehtiyac varsa, Digibumun peşəkar mütəxəssisləri bu məsələdə sizə dəstək olacaqlar. Necəsiz müəllim? Salam. Dəstəkçilərimizə birinci təşəkkür elədim ki, bəri başdan sonra rahat bir şəkildə söhbət eləyək. Hələ danışa bilmirəm, amma yenə hələ danışa bilmirəm amma.
Ümid edirəm yaxşısınız. Yaxşıyam, çox Necə idi keçən buraxılışımız? Əla keçdi, fərqli fikirlər, həm də işin içində olan insanla söhbət eləyəndə, həm bir kənar baxış olaraq fikirlərdən faydalanırsan, həm də çalışırsan fayda verəsən. Məncə dünənki nə idi? Keçənki buraxılış Çalışacağım dünən verim ki, sizin sözünüz yerə düşməsin. keçən əvvəlki buraxılış çox əladır. Fikrimcə çox yaxşı oldu və hər halda ki izləyicilər, əslində izləyicilər deməlidir onu, mən nə deyim valla. Yox, niyə ki? Sizin də fikirləriniz çox önəmlidir, izləyicilərin də fikirləri çox önəmlidir. Mən bizim ötən buraxılışımızda da əslində xanım qonaq idi. Bu bir təsadüf deyildi. Vurğuladım niyə və startapçı bir xanım idi. Onu da vurğuladım niyə məhz onu dəvət eləmişik. Bu gün də məhz o seriyadan necə deyirlər davam eləyirik. Qadın liderlər zirvəsində daha bir spikerimizi bura dəvət etmişəm. 7 martda keçiriləcək Gülüstan Sarayda çox böyük bir zirvədə artıq ikincisi keçiriləcək. Buradan Facemarka təşəkkür edirəm Rafiq bəyə, Xədicə xanım layihə rəhbərinə, onlara təşəkkür edirəm ki, məni də ora dəvət ediblər. Mən də spiker olaraq çıxış edəcəm 3-cü paneldə və bizim 1-ci paneldə səhv etməmsə sizdə. İkinci panel. İkinci paneldən olan bir qonağımız var. Günay xanım. Onun da background ilə, yəni onun təcrübəsi ilə tanış olduğum zaman düşündüm ki, o mütləq bizim buraxılışda olmalıdır. Yalnızca qadın liderlər zirvəsindən yox, həm də öz təcrübələrindən danışmalıdır. Çünki bizi izləyənlərin böyük əksəriyyəti sahibkarlardır, tələbələrdir, hansı ki marketinqə öyrənmək istəyirlər, startapçılardır ki, mən öz startapıma marketinqə hansı mərhələdə daxil edim, necə eləyim, başlamaq üçün necə eləyim. Çünki təbii ki, bəllidir bir ideyadan yaranır, bir büdcə yoxdur onun qarşılığında verə biləcəklər, amma necəsə bir şəkildə özü addım atmalıdır da, bunu bilməlidir. Bilirəm ki, auditoriyamızda bu şəxslərdən ibarətdir və düşünürəm ki, onlara da faydalı ola biləcək bir buraxılış olacaq. Bugün qonağımız Günay xanımdır. Günay xanım yalnız yerli startapla yox, həm də qlobala çıxmağı ilə özünə səs gətirib. Eyni zamanda prezident mükafatçısıdır. Çox qürur verici bir tərəfdir ki, bir xanımın bu şəkildə, hələ mən sadəcə bir ikisini demişəm, yəni özünə daha çox söz ötürəcəm, özü özünü tanıtsın. Necəsiz Günay xanım? Yaxşıyam, çox sağ olun. Siz necəsiz? Mən də əlayam. Sizi gördük, lap yaxşı olduq. Çox həqiqətən qəşəng gözləriniz var. Bilmirəm, buraxılış necə davam edəcək. Günay xanım, özünüzü tanıdınız zəhmət olmasa. İlk öncə hər kəsi salamlayıram və çox təşəkkür edirəm dəvətiniz üçün. Günay Manzadə Metadesk startapının təşkiçisiyəm. Startapımız Google for Startups akselerasiya proqramı məzunudur. Ölkə xaricində bu akselerasiya proqramından keçmişik və Avropa və Yenidən Qurma və İnkişaf Bankının qrant dəstəyi ilə uğurla inkişaf etməkdədir. Bundan başqa özüm innovasiya və sahibkarlıq sahəsində prezident mükafatçısıyam. Gənc komandamla birlikdə Azərbaycanda ilk dəfə keçirilən Texnofestin qalibi olmuşuq və birinci yerə layiq görülmüşük. Bu zaman mükafatımızı cənab prezident tərəfindən, eləcə də Türkiyə Respublikasının prezidenti tərəfindən aldıq. Bu bizim üçün çox qürurlu bir an idi ki, belə gənc komanda olaraq bu cür işlərimiz bu cür yüksək səviyyədə qiymətləndirildi. Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ilk dəfə o il təsis olunmuşdu. İDDA Awards müsabiqəsi indi də davam edir. Həmin müsabiqədə ilin İKT sahibkarı nominasiyasına layiq görülmüşdüm. Mənim üçün bu xüsusi məna daşıyırdı ki, onlarla müraciətçi var idi və onlar arasından bir xanım sahibkar olaraq innovasiya sahəsində bu mükafata layiq görüldüm. Mənim üçün əziz mükafatlardan biridir və bayaq da qeyd etdiniz, bəli, bizim əsas gəlir mənbəyimiz ölkə xaricindən və artıq qlobal səviyyədə inkişaf edən bir startapımız var ki, bunun nəticəsində də mən Forbes jurnalının 30 yaş altı 30 siyahısına öz adımı daxil edə bilmişəm. Bu siyahı hər il dərc olunur və dünya üzərindən müxtəlif sahələrdə fəaliyyət göstərən uğurlu gənclər haqqındadır. Mənim üçün çox qürurlu bir an idi ki, Azərbaycanlı xanım sahibkar olaraq vətənimizin, ölkəmizin adını belə bir nüfuzlu səviyyəyə, bir nüfuzlu bir listə qaldırdım. Həqiqətən bir platforma, maraqlı, çox səviyyəli bir platformadır və orada oxudum dünən sizlə bağlı onu, eyni şəkildə qürur verici bir məsələdir. Gənc xanım bu şəkildə çabalamaq, yəni bu hamısı sadəcə bir məqamda yaranan bir şey deyil. Bu uzun illərin zəhmətidir. Nə qədər gənc olsanız da bəllidir ki, bunun çalışmasına çox-çox uzun illər əvvəldən başlamısınız. Bu çox önəmli bir məsələdir və həmişə ona inanıram ki, ümumiyyətlə çəkilən zəhmət heç vaxt əbəs yerə qalmır. Özən adam dinlədiyi ürəyi dağa dönür.
Eynən. Dün bayaq o sözü deyirdim ki, həqiqətən də oxuduqca insanın belə səsi genişlənir, ürəyi genişlənir ki, Allah nə gözəl gənclər bu qədər belə gözəl möhtəşəm addımlar atdılar. Yəni hələ də ümid var. Və hələ də ümid var sözü böyüyür, yəni ümid var sözü ilə həqiqətən böyüyür. Çünki bu yaxınlarda biraz o məsələ ilə bağlı bir şey yaşamışdım. Sarsıntı yaşamışdım ki, Allah deyəsən ümid yoxdur. Amma həqiqətən çox möhtəşəmdir. İstəyirəm birinci buraxılışımıza başlamadan əvvəl qadın liderlər zirvəsindən biraz bəhs eləyək. Nə düşünürsünüz bu platformanın, bu zirvənin vacibliyi haqqında? Mən ikinci paneldə çıxış edəcəm. Burada biz zirvədəki bariyerlər və maneələr haqqında danışacağıq və digər spikerlər də sahəsində çox uğur qazanmış, çox böyük adlardır. Ümumiyyətlə hər bir paneldə və eləcə də bizim paneldəki spikerlər mənim üçün çox böyük bir, necə deyim, qürur hissidir ki, bu cür güclü xanımlarla, öz sahəsində sözünü demiş xanımlarla bir platformanı bölüşürəm və öz fikirlərimizi tədbir zamanı paylaşacağıq. Düşünürəm ki, ümumiyyətlə çox vacib bir platforma, çox vacib bir addımdır ki, xanımlara öz sözlərini demə imkanı verilir və onlar bu yolu gələcəkdə getmək istəyəcək xanımlara, gənclərə öz təcrübələrini bölüşəcəklər, öz fikirlərini onlarla bölüşəcəklər və FacePark şirkətinə çox dərin təşəkkür edirəm ki, mən də bu il həmin platformada bir spiker kimi görmək istədi və dəvət etdi. Mən də bu dəvəti çox böyük bir sevinc hissi ilə qarşıladım və hər kəsi qadın liderlər zirvəsində görməyə çox şad olaram ki, birlikdə fikir mübadiləsi aparaq və daha da dayanıqlı gələcək üçün birlikdə nələrsə addımlar atmağa çalışaq. Çox gözəl çağırış idi. Məncə mənə ən çox verilən sual oldu ki, bu zirvədə bəylər iştirak edə bilərmi? Bəli, əziz bəylər, hörmətli bəylər, iştirak edə bilərsiniz. Hətta mən sizə bir şey deyim, 8 mart ərəfəsində öz xanımınıza, ətrafınızda olan ailə üzvlərinizə, dostlarınıza inkişaf etmək istəyən, öz üzərində inkişaf etmək istəyən və buna bir balaca çətinlik çəkən, doğru sual axtaran, doğru cavab axtaran bir xanımlar varsa, bu 8 mart ərəfəsində çox gözəl bir hədiyyədir. Sözün əsməsinə çox yaxşı bir hədiyyədir. Çünki İnanıram ki, 3 platforma var və keynote speakerlər də var. Orada kim nəyə axtarırsa, hansı suala cavab axtarırsa, mütləq tapacaq. Yox deyir, o tənqid arxasınca gələnlər olsa tənqid edəcəklər, o başqa bir mövzudur. Amma nə isə götürmək üçün gələnlər, nə isə hardasa bir cümləni belə özü üçün götürmək istəyənlər mütləq o zirvədə o cavabı tapmış olacaq. Ona görə də hörmətli xanımlar, əziz xanımlar, gəlin, biletlərinizi aldırın. Bəylərə göndərin ki, mənə hədiyyə olaraq bunu verin və gəlin mütləq iştirak eləyin. Bizim bu birliyin bir parçası olun. Bizim müraciət videolarımız olur, çəkirik və o müraciət videosuna fikirləşdim ki, çox fikirləşdim ki, necə deyim, nə deyim ki, maraqlı olsun. Çox sevdiyim bir cümlə vardı, elə o cümləyində marketinq toksa qayıdacağam. Deyir ki, artıq dünyada hər şey bir şey kəşf edilib, yeni bir kəşflər yoxdur. Amma qayıdıb bəzi insanlar o kəşflərə elə bir gözlə baxırlar ki, sənin də baxışın dəyişir. Və həqiqətən də o baxışı dəyişdirəcək xanımlar ətrafımızda kifayət qədər çoxdur. Bugün də sizi bura dəvət etməyimizin məqsədi yalnızca qadın liderlər zirvəsi ilə bağlı deyil. Həm də bizi izləyənlər üçün, ələlxüsusda xanımlar olsun, bəylər olsun, startapını qurmaq istəyənlər, ideyası olub amma hələ də addım atmağa tərəddüd edənlər üçün düşünürəm ki, çox əla bir buraxılış olacaq. Odur ki, gəlin birinci belə başlayım. Sualımı bu yöndə qoyum. Necə oldu ki, siz öz startapınızı yaratdınız? Bu hekayəni əsasən bir çox çıxışlarımda qeyd etmişəm, amma yəqin ki, həmin çıxışları görməyən insanlar, bəziləri artıq bizi bu verilişdən izləyəcəklər. Ona görə bu hekayəni yenidən danışıb. Ümumiyyətlə, startap problemdən yaranan bir şirkət olmalıdır. Bəzən insanlar çox səhv addım atırlar ki, ilk öncə həll yaradırlar və ona bir problem qoşmağa çalışırlar, belə deyək. Amma yəni startap real həyatda özləşdiyimiz problemlərdən yaranmalıdır. Və mənim həyatımda da bu belə oldu. Mən Çində beynəlxalq məktəbdə elm science tədrisi apardım və pandemiya dövründə artıq dərslər onlayn şəklə keçdi və uşaqlar üçün bu çox maraqsız idi ki, elm dərslərin sanki YouTube bir videosuna baxırdılar və onlara çox maraqsız idi. Düşündüm ki, nə etmək olar və bu dönəmlərdə artıq Facebook Meta'ya öz adını dəyişmişdi, Metaverse hot topic idi. Öz IT sahəsində çalışan öz tanışlarımla danışdım, məsləhətləşdi ki, nə etmək olar və onlar bir neçə rəqəmsal alət mənə məsləhət
gördülər ki, bəlkə necəsə oyunlaşdırıb daha da maraqlı etmək olar və mən bir ay araşdırma etdim, öyrəndim və Game Engine, yəni oyun yaratma bir alətlərindən istifadə edərək ilk dərsimizi yaratdım ki, ilk dərsimiz kosmos haqqında idi. Təsəvvür edin, Zoom dərsidir, lakin 3D mühitdə, yəni müəllim və uşaqlar eyni virtual aləmə daxil olur, hansını ki biz yaratmışıq və orada öyrənirlər. Yəni ilk dərsimiz kosmos haqqında idi, planetlər filan və uşaqlar müəllimi ilə birlikdə raketlə kosmosda hərəkət edərək artıq ən böyük planet hansıdır, qırmızı planet hansıdır filan bu tipli görüb öyrənirlər və sual-cavab sessiyası da bu tipli olmur ki, ən kiçik planet hansıdır, hansında su var. Bu belə deyə oyunlaşdırılmış tapşırıqlar şəklində olur ki, su olan planetdə kristal var, onu gedib götürmək lazımdır və ya ən böyük planetdə kristalı var, onu gedib götürmək lazımdır və uşaqlar üçün bəli bu çox maraqlı olur. Və beləcə də problemdən bir startap yarandı. İlk dərsdən sonra uşaqlar bildirdilər ki, növbəti dərslərdə bu cür davam etməsə biz dərslərə qoşulmayacaq və bizi belə deyək məcbur etdilər ki, artıq növbəti dərslərdə bu stildə yaradaq və beləcə də uğurun başlanğıcı oldu. Əla, çox maraqlıdır. Hər dəfə belə ideyalar eşidəndə müəllim deyirəm ki, bu mənim niyə ağlıma gəlir? Və bütün startaplara da dinləyəndə deyirəm ki, çox sadə bir ideyadır da. Yəni hamının ağlına gəlir. Amma bəs yaxşı necə olur? Demək ki, hamının ağlına gələn ideya yox, reallaşdırıla biləcək bir ideya olmalıdır. Ya da sənin ona baxdığın fərqli. Yenə də gəlib bu baxış bucağı məsələsi. Elə düzgün vurğu, necə gəlib düzgün vurğuladım ki, yəni yeni bir şey kəşf etmirsən. Amma kəşf edilənə elə baxırsan ki, başqalarının da baxışı. Real problemi həll edirsən. Eynən. Yəni bəzən yox, çox vaxt təsisçilər öz ideyasını insanlara, ictimaiyyətə deməkdən tərəddüd edirlər ki, ideyanı oğurlayırlar filan. Amma ideya, yəni bu otaqda 10 nəfər varsa, 10 nəfərdə cəmi 100 ideya ola bilər. Yəni ideya hamıda var, amma heç kəs başlamır bunu etməyə. Yəni fərq bundan ibarətdir. Sizin ideyanızı hamı bilsə belə bunu etməyəcəklər. Yəni insanların özünün həyatı, özünün işi, özünün istiqaməti var. Bunu etsəniz, yəqin ki, yalnız siz edəcəksiniz və eyni bir ideyanın hamı tərəfindən eyni cür tətbiqi də mümkün deyil. 2 nəfər eyni başlanğıc ideyadan başlasa belə yol üstü o dəyişikliyə məruz qalacaq və son nəticədə tamamilə fərqli məhsullar ortalığa çıxacaq. Çox maraqlıdır. Belə bir sual vermək istəyirəm. Elə yeni başlayanlar üçün də necə addım atmalıdır ki, bax o nəyə hazır olmalıdır daha doğrusu? Nəyə hazır olmalıdır ki, başlasın? İlk öncə onu qeyd etdim ki, heç zaman ideal şərait yoxdur. Yəni o ideal şəraiti gözləyəcəksə əgər təsisçi, direktor bu zaman heç vaxt gəlməyəcək və o heç vaxt başlamayacaq. Sadəcə başlamaq lazımdır və insan yol üstü öyrənir artıq ki, nə etsə daha düzgün olar, necə etsə daha düzgün olar və illərin təsisçiləri, illərin direktorları belə daha sonradan bəzən nələrsə öyrənirlər. Çünki startap bir düz xətlə irəliləmir və hər mərhələnin özünün çətinliyi var. Başlanğıc səviyyənin özünün çətinliyi var. Sənin artıq milyonluq, milyardlıq şirkətin olanda onun özünün çətinliyi var və adaptasiya olur. Sadəcə, yəni adaptasiya sürətli olmağı bacarmaq lazımdır və psixoloji cəhətdən tək psixoloji yox, həm də fiziki cəhətdən möhkəm olmaq lazımdır ki, bu təzyiqə dözə biləsən. Bundan başqa, yəni heç bir xüsusi məsləhət yön yoxdur ki, mütləq onu gözləyib sonra başlamaq lazımdır. Xeyr. Yəni artıq sən dünən başlamalıydın. Yəni İkinci qonağımız da deyir ki, artıq dünən başlamaq. Maraqlıdır. Birinci qonağımız hətta vitaminlər də tövsiyə edir. Vitaminlər də tövsiyə eləmişdi. Günay xanım, maraqlı bir məqam vurğuladınız. İndi belə bir fikir yarandı məndə ki, çox qəşəng bir şey dediniz orada cümlə dediniz ki, bir var ki, artıq yəni mən bu startapını yaratmışam. Büdcəni də mən qoymuşam, müəyyən bir maliyyəsini də mən çəkirəm. Bir də var ki, investor ora müəyyən məbləğdə pul yatırır və sən artıq necə deyirlər, özünün məsuliyyəti qalır kənarda. Bir də o məbləğin, o investora verəcəyin sözlərin, vədlərin, biznesini daha da inkişaf elətdirməyin məsuliyyəti var da. Hər şey o nöqtədə artıq dəyişir. Və o dəyişikliyə hazır olmaq üçün nə etmək lazımdır? Bu da çox önəmlidir. Çünki məncə çox insan orada da qırılma bir nöqtəsi yaşaya bilər.
Bəli, orada qırılma nöqtəsi yaşamamaq üçün insan, daha doğrusu founding team, yəni təsisçi komanda hazır olanda fundraise, yəni investisiya cəlb etməlidir. İndiyə qədər biz investisiya cəlb etməmişik. Müəyyən dövrlərdə özümüzü artıq hazır hiss edirdim, amma daha sonra gördüm ki, yox, səhv etmişəm və xüsusilə Google-un akselerasiya proqramından öncə biz daha belə deyək, daha çox özümüzə güvənirdik, amma əslində bu belə deyildi. Yəni backgroundda güvənməməliymişik, belə deyim. O dövrlərdə mən çox istəyirdim, investisiya əldə edim, amma bu akselerasiyadan keçən zaman orada çox güclü bizim mentorlarımız var idi və o mənə qadağa qoydu həmin dövrdə investisiya cəlb etmək ki, hal-hazırda sürətli inkişaf dövründəsiz və sənə əlavə belə deyək, yük lazım deyil ki, bundan sonra sən həm də tək özünə yox, özündən başqa kimlərəsə hesabat verməlisən, fokusun dağılacaq filan və qadağa qoydu. Ondan sonra bir müddət ümumiyyətlə bu investisiya sözünü dilimə belə gətirmirdim. İndilərdə yenidən bəli düşünürəm ki, artıq həqiqətən biz hazırıq. Çünki o dövrlərdə bilirsiniz, əslində çox səhv fikirlərdən biridir ki, startapın uğurun investisiya almaqda görürlər, amma bu belə deyil. Uğurlu startap odur ki, dayanıqlı startapdır. Yəni sənin aylıq o qədər gəlirin var ki, sən mənfiyə getmirsən, öz komandanı saxlaya bilirsən, xərclərini qarşılaya bilirsən. Mənim üçün və belə deyək, dünyada uğurlu startapın anlayışı budur. Amma İnsanlarda çox səhv fikir formalaşıb ki, investisiya aldısa uğurlu startapdır. Deyil. Yəni komanda, təsisçi əgər necə pul qazanmağı, necə mənfiyə getməməyi bilmirsə, bu uğurlu şirkət ümumiyyətlə deyil. Çünki sən investisiyanı aldın müəyyən bir məbləğdə, sən əgər aylıq gəlirin xərclərindən daha azdırsa, müəyyən müddətdən sonra o investisiya da bitəcək. Sonra nə edəcəksən? Yəni investisiya almaq, özünü göstərmək uğrunda alınan bir məbləğ bu yaxşı bir addım deyil. Ona görə sonu belə ola bilər. Təbii ki, bəli. Ona görə və çox vaxt insanlar sadəcə bu uğurlu görsənmək üçün investisiya cəlb etmək istəyirlər. Mən bu qədər illərdən sonra indi dərindən anlayıram ki, indi bu dəqiqə nə üçün bizə investisiya lazımdır. Planlarımızı dəqiq şəkildə görürəm. Scaling, yəni miqyaslanma. Bəli, miqyaslanmanı dəqiq şəkildə görürəm ki, bəli, bu qədər investisiya gəlsə, mən tutalım 1 ilə bunu 10 qatına çıxarda biləcəm və nə üçün mənə lazımdır? Yəni investisiya bu mərhələdə cəlb olunmalıdır, yoxsa ki, hype xətrinə deyil. Çox maraqlı yanaşmadır. Yəni heç bu yöndən düşünməmişdim, açığını desəm və rast da gəlməmişdim ki, kimsə desin ki, misal üçün mənim startapım investisiya almayıb, amma bu o demək deyil ki, mən uğursuz biriyəm. Yəni hər zaman doğrudan da elə bir stereotip var ki, əgər bu startap investorların diqqətinə çəkir. Məncə indi sizin əksinə layihəniz, indi investisiya qazanma şansı daha yüksəkdir, nəinki başlanğıc mərhələsində. Çünki artıq bir dayanıqlılıq var, artıq bir diqqət çəkən bir layihədir və hətta düşünürəm ki, sizin təklifiniz yox, onlar sizə təklif eləyəcəklər ki, mən bu layihədə investor olmaq istəyirəm. Əslində o məqamı gözləyir. Məndə başqa bir sual yarandı. Sadəcə təcrübəniz maraqlıdır. Yəni çox belə master-class gedir bu dəqiqə burada. Çox bəyəndim çıxışınızı da, yanaşma baxışınızı. Amma sual yaranır. Yəni misal tutaq ki, bilirik, yəni istər-istəməz bu bayaq qeyd elədiyiniz məsələ ki var. İdeya olsa da başlamırlar, amma başlayanlar da var. İmitasiya edənlər də var, daha başqa bir, daha yaxşı ideya ilə ortaya çıxanlar da var. Eyni bazarda bəlkə də rəqib formalaşa bilər, rəqib daha güclü ola bilər və sizin o, çünki bir qan gəlməsə biznesə, mən bilirəm ki, izləyicilərdə də bu sual yarana bilər, bir qan gəlməsə biznesə nə qədər sürətli belə deyək də, lazımı nöqtəyə çata biləcəksiniz, yəni milestone-a çata biləcəksiniz də. Amma elə rəqib ola bilər ki, bunun komfortu var və o ideyanı, belə deyək də, hansısa bir qan dediyim investisiya ilə daha tez önə keçə bilər, yəni daha tez inkişaf elətdirə bilər. Bəs belə təhlükələr
aktuallaşmırmı? Yəni biraz gözləyək, özümüzü isbatlayaq, ondan sonra Məsələn, ona görə də misal üçün investisiya olunanda investorlar hər ideyaya invest etmirlər. Yəni əsas suallardan biri odur ki, oturub investorlarla söhbət edərkən əsas mütləq şəkildə verilən suallardan biri odur ki, səni digərlərindən fərqləndirən nədir? Sabah eyni məhsulu misal üçün çox böyük şirkətlərdən Meta, Google çıxartsa, sən necə rəqabətə dözəcəksən? Və əgər sən bu sualın cavabını verə bilmirsənsə və rəqabətə dözməyəcəksənsə, təbii ki, sənə investisiya etməyəcəklər. Yəni sənin məhsulunun xüsusi fərqli nəyisə olmalıdır, secret sauce deyirlər. Yəni çox gizli bir nəyisə olmalıdır ki, digərlərini fərqləndirsin. Bu ola bilər ki, sənin komandanla bağlıdır ki, onlar elə bir hansısa bir proqramlaşdırma dilindən istifadə edərək həmin tətbiqi elə misal üçün sürətli yaradıblar ki, bunu digəri edə bilməz. Və ya sənin heyətin misal üçün təhsil sahəsindədirsə, sənin heyətin bu sahədə o qədər bilikli, bacarıqlıdırsa, heç kim bunu replicate, heç kim bunun kopyasını çıxarda bilməz. Ona görə mütləq şəkildə bir fərqli nəsə olmalıdır. Gizli bir şey olmalı. Gizli sizi digərlərindən önə çıxardacaq bir şey, unik bir şey. Bu siz nəyə xatırlatdı mənə? Bizim rəqabətlik dərsimizdə var idi, çətin imitasiya olunanlar, imitasiya olunmayanlar məsələsi vardı ki, bax elə əslində məncə elə həmin məqamlardan gəlir irəli ki, elə bir şey olmalıdır ki, ya bu imitasiya edilməməlidir, ya da o qədər çətin olmalıdır ki, yəni bunu rəqib götürüb imitasiya edə bilməsin, oxşada bilməsin. Çünki niyə düşünürəm, yəni nə qədər unik bir, təbii ki, o uniki də unik olaraq ortaya çıxartmaq İstər-istəməz bir fazadan, hansısa bir fazadan sonra bir güc tələb eləyir sizə, yəni biznes üçün də. İstər-istəməz belə bir ehtiyac var. Yəni bu niyə var deyirəm? Çünki istər ənənəvi bizneslər, istər rəqəmsal bizneslər işin kökünə baxanda baxırsan ki, bir yerə qədərdir. Yəni sən öz ayağı üzərində nəsə etməyə çalışırsan, amma elə bir məqam gəlib çata bilir ki, sən artıq sözünü deməlisən. Bu sözü deməsən vaxtında başqası deyəcək sənin yerinə. O keçən buraxılışda da ifadə elədiyimiz, yəni yenilik uzaq modifikasiyadır bu dəqiqədə. Yəni artıq hər şey var. Modifikasiya olunur və ən yaxşı modifikasiya, yəni yaxşı həll verən modifikasiya gözə girir də, belə deyək. Yox. Yəni bilirsiniz, mənim şəxsi fikrim bu mövzuda o hissiyat ki var, yəni nə çox gecikməmək lazımdır, nə də çox tez davranmamaq lazım. Yəni elə vaxtda vurmalısan bu zərbəni ki, sən artıq yox, mən məsələn yenə də, yəni sahibkarın özü, o problemin içində olan adam və ya biznesmenin özü, indi bilmirəm indi adı necə adlandıracaq, təbii ki, fərqləndirirlər bəzən bu ifadələri. Amma onun o hissiyatı olmalıdır ki, mən artıq bu zərbəni vurmalıyam. Və mən gecikməməliyəm də. Çünki gəlin belə deyək də bir pink eynək taxıb oturaq. Çəhrayı eynək. Çəhrayı. Əslində mən dəstək olacağım tərcüməyə, amma indi mən özüm başlamışam. Əyləşək və öz işimizdən məşğul olaq, düzdürmü? Ənənəvi biznesdən, əslində rəqəmsal biznes o bioloji mi deyim, nə bilim, təbiət baxımından deyim, o qədər də çox fərqlənmir də. Yəni alətlər fərqlidir. Vasitələr fərqlidir. Yəni mən rahat əyləşim yerimdə illərlə mənfiyə çıxmıram və yaxud da indi bir müddət özümü isbatlamışam. Amma biznesin inkişafı nöqteyi nəzərdən hər hansı bir formada ya bunu mən özüm etməliyəm, orqanik formada elə bir şey qoymalıyam ortalığa ki, insanlar desin ki, yəni investor vermir vəsaiti mənə, amma o MVP fazasından sonra adamlar o qədər sevir ki, işi də bu məsələni. Yəni bunu artıq sən monetarizasiya eləyə bilirsən. Bu səni ayaqda saxlamağa başlayır və inkişafına da yol açır. Yox, əgər sən belə deyək də günü xilas eləmək üçün, yəni ayı xilas eləmək üçün hələ ideal inkişaf eləyəm, bir məqamda görəcəksən ki, o mükəmməllik artıq heç kimə lazım deyil. Təbii ki, bayaq da qeyd etdiyim kimi, ideal zaman yoxdur. Sadəcə başlamaq lazımdır və uğurlu startapı uğursuzdan fərqləndirən odur ki, execution, yəni hərəkətə keçmək. Nəsə ağlına gəlibsə,
daha da yaxşı edə bilərsən. Bu mütləq şəkildə artıq bu gün yerinə yetirməlisən. Yəni heç bir ideal zamanı gözləmək lazım deyil. Amma və çox mən də o fikirlə razıyam ki, məhsulu ideallaşdırmaq da lazım deyil. Çünki bəzən təsisçi öz yaratdığı həllə deyirlər ki, falls in love with the solution. Yəni öz yaratdığı məhsulu o qədər sevir ki, onun gözündə ideallaşdırmağa çalışır, onun gözündə o qədər idealdır ki, bəzən müştəriyə bu lazım olmur. Sadəcə yeni bir feature gələndə, yeni bir hansısa məhsulla bağlı update filan gələndə bunu sadəcə tez edib bazara buraxmaq lazımdır ki, müştərilərin geri dönüşünü etmək. Ona görə product market fit mərhələsi, yəni bazarı yoxlanış test mərhələsi çox vacibdir və sürət. Startupda sadəcə sürət. Yarandı məhsul, update gəldi, tez-tez onu bazara çıxardıb müştərilərdən geri dönüş almaq lazımdır ki, bəlkə təsisçi olaraq mən düşünürəm ki, bu ideal bir həldir, kimlərəsə lazımdır. Bəlkə bu heç insanlara lazım deyil. Ona görə məhsulu ideallaşdırmamaq lazımdır və müştəriləri daim dinləmək lazımdır ki, onlara nə lazımdır və dediyim kimi mütləq şəkildə çox sürətli olub yeni yaranmış bir nüansları tez-tez bazarda test etmək mütləqdir. Bir də ki, bu investisiya məsələsi, bu risk məsələsidir. Yəni bəzən məsələn bir sahibkar ya ideya müəllifi o riski götürmək. Mən məsələn risk sevən adam deyiləm. O qədər çək-çövür edirəm, o qədər hesab kitab edirəm məsələləri ki, nətər deyim, bəlkə də o işığı yandırmaq dünən lazım idi. Amma çox çək-çövür, çox detallara getmə səni bir növ öz komfort zonanda saxlayır. Fikrimi çatdıra bildim. Amma elə ola bilər ki, sən artıq müəyyən qədər əminsən məsələdən və düşünürsən ki, bunu sata bilirsənsə, əksinə nöqteyi nəzərdən düşünəndə investordan bəzən ürəkli olub pul cəlb eləmək, vəsait cəlb eləmək səni daha da nətər deyim, challenge edəcək. Yəni sən artıq istər-istəməz o bayaq qeyd ediləniniz məsələ var, ideya fokus olmaq, başqasına hesabat verməmək, amma bəlkə də işin xeyrinədir. Ki sən artıq bilirsiniz məsələyə biraz kənardan başqa cür baxanda bu da var. Çünki mən bugünkü gündə məsələn elementar bankdan kredit cəlb eləmişəm. İşi böyütmək üçün ki, o 1-ə 10, 1-ə 5 və s. Okey, mən görürəm ki, ideyam düz deyil, nəsə alınmır, böyüdə bilmirəm, amma bu krediti qaytarmalıyam. İstər-istəməz bu məni qaçırdacaq. Yəni sağa, sola, bəlkə də sonda fail olacam, bilmirəm. Heç kim deyə bilməz ki, sonda uğur həmişə olacaq da. Amma hərəkət artır, fikrimi çatdıra bildim. Yəni panika deyil bu, hərəkət artır. Bugün mən bankdan kredit cəlb eləməyim. Oturmuşam, ayda bir 5.000, 10.000 gəlir. Allah bərəkət versin. Hər şey qaydasındadır, heç kimə borcumuz yoxdur. Və bir yerdən sonra görəcəksən ki, sənin biznes ruhun, həm özün, həm də biznesin, həm də biznes ruhun qocalır. Fikrimi çatdıra bildim. Komfort zonaya düşür. Əlbəttə ki. Mən istəyirəm Günay xanım, biraz söhbətimizdə marketinq istiqamətinə dəyişək. Maraqlıdır ki, siz öz startapınızda marketinqə hansı mərhələdə başladınız? Əvvəldən, yoxsa sonradan qoşdunuz buna və hansı məsələdə daha çox onun dəstəyini gördünüz? Ümumiyyətlə düşünürəm ki, startapda marketinq PR məsələsi 0-cı gündən başlayır. Çünki ideya yarandı, sən bunu artıq insanlara belə deyək, satmalısan. investorlara satmalısan, komanda yoldaşlarına satmalısan. İlk məqam odur ki, elə bir komanda yoldaşları formalaşdırmalısan ki, onlar sənə, sənin ideyana inansınlar və bu təsisçinin üzərinə düşən böyük məsuliyyətlərdən biridir ki, sən insanlarla danışmağı, onları razı salmağı bilməlisən, öz ideyavın hələ ki ideya mərhələsində güclü tərəflərini, zəif tərəflərini bilməlisən və 0-cı gündən bu marketinq PR məsələləri başlayır və startap belə deyək, yox olana qədər davam edir. Daha sonra artıq bu strukturlaşanda, komanda böyüyəndə, məhsulunuz bazara çıxanda isə bu artıq normal şirkətlərdə necə olur, o cür davam edir. Əslində startap biznesin sadəcə bir növüdür. Startap mütləq şəkildə pul gətirməlidir. Biznesdən sadəcə fərqi ondan ibarətdir ki, bir innovasiya olur tərkibində. Bəzən texnologiya ilə bağlı olur startap,
bir çox hallarda və scalable olmalıdır. Yəni sürətli miqyaslana bilməlidir, bəli. Və bu miqyaslanma mərhələsinə artıq çatdıqda, hətta MVP yarandıqdan sonra daha doğrusu belədir. Bu normal bizneslərdə marketinq, PR məsələləri necə aparılırsa, startapda da bu cür aparılmalıdır. Yəni xüsusi bir fərqi yoxdur. Amma investorlar tərəfindən və ya əsasən çətinliklər investor tərəfində və B2B tərəfində olur. Bəzən B2C startaplarda olur və bu tərəfdə kifayət qədər çətindir. Çünki insanları inandırmaq startapa biraz çətindir. Amma sənin məhsulun insanlara lazımdırsa, B2C tərəfindən marketinq normal şirkətlərdə necə gedirsə, o tipdə davam edə bilər. Buna startaplarda mən ifadəmdəki düz deyirəm, düz demərəm. Nurturing deyirlər, qidalandırmaq da bir növ sənin bir balaca bir körpə dünyaya gəlir. Orada marketinq onun yanında o körpənin sağlam böyüməsi üçün yanında olur. Amma marketinqin startapda həm də bir belə deyək də o zamanı da hiss etməlisən və çox strateji davranmalısan əslində. Niyə bunu deyirəm? Nə çox tez marketinqlə yükləməməlisən. Yəni marketinq kommunikasiya tərəfi və s. bu şeyləri deyirəm daha çox. Yəni tələsib yükləsən, yəni bəlkə də bu sənin o yeni böyüyən körpən üçün çox zərər verə bilər. Fikrimi çatdıra bildim. Yəni misal üçün sən məhdud bir test keçirsən, məhdud testdə tələsmisən, artıq çox məlumat yayırsan bazara, belə bir şey var. O məhdud testdə, niyə bu məhdud? Bu testlərlə böyüyən bir körpədir. Bu testlərdə sən hardasa biraz tərəzin gözünü ağır elədinsə, biraz boğazdan yuxarı vədlər verməyə başladınsa, tələsirsən ki, monetarizasiya eləyəsən məsələni. O səni çaşdırmamalıdır ki, sən lazımsız belə deyək də şişirtmə etmək, lazımsız önə çəkmə, lazımsız bu hər bir stagdə bunu çox rahat güdmək. Yəni investorla da hətta belə kommunikasiyada vədini və yaxud da ki o masaya qoyduğum bir kommunikasiya ki var, çox ehtiyatla, yəni boğazdan yuxarı deyil, reallıqla əsaslanmış. Yəni hər yerdə müəyyən şeyi gözləməlisən. Yəni bəzən mən sevmirəm bu sözü. Bir də görürsünüz ki, bu körpə dünyaya gələndə startapda bizim founderlar, bizim startap timlər investorun məhəbbətini ilk baxışdan qazanmaq üçün adını marketinq qoyub manipulyasiya başlayırlar eləməyə ideyanın ətrafında. Fikrimi çatdıra bildim, yəni şişirtməyə. Niyə? Harada eşidiblər ki, manipulyasiya ilə rahat satacaqsan. Şişirt, bəzə, gözəl göstər, nə bilim filan elə. Yox. Sənin qarşında oturan investor, yəni əgər belə deyək də bir əsaslanmış qiymətləndirməsi yoxdursa və yaxud da ki, çox az təcrübəsi var, çox nadir hallarda belə olur ki, təcrübəsiz investor olur. Yəni o investor səni bir dəfə bəlkə sözü qulağına xoş gələ bilər, 2 dəfə xoş gələ bilər və yaxud da ki, bir dəfə sən hansısa bir platformada qalib ola bilərsən. Amma bunun sonrası çox çətin olur. O nöqteyi nəzərdən, yəni dadında, duzunda bir yerə qədər dadında, duzunda bunu gözləmək lazımdır. Və əmin olanda ki, sən artıq bəli, hər yəni ekosistemdə mi deyim, stakeholderlar nöqteyi nəzərdən mi deyim, yəni maraqlı tərəflər üçün real bir iş ortaya qoya bilirsən, rahat belə deyək, bu işi qurmaq olur. Günay xanım, siz vurğuladınız bayaq səhifətimizdə dediniz ki, Google-da sizə dedilər ki, hələ ki investor tapma, hələ fokuslan. Maraqlı da onların marketinqə yanaşması orada özünü göstərdimi? Ümumiyyətlə müşahidə etmə şansınız oldu mu yoxsa yox? Ki marketinqə necə yanaşırlar? Ümumiyyətlə marketinq növündən asılı olmayaraq hər bir biznesin DNT-sidir. Çünki hər bir biznesi ayaqda saxlamaq üçün resurs lazımdır. Resurs hardan gəlir? Müştərilərdən, müştərilər hardan gəlir? Marketinqdən, PR-dan. Ona görə də bizə bu istiqamətdə də çox böyük belə dəstək olunurdu, dərslər keçirilirdi və
indi də məsəl üçün fəaliyyətim zamanı uşaqların və gənclərin innovasiya və texnologiya sahəsində inkişafına dəstək oluram. Bəzi körpə yeni yaranmış startaplara belə kömək olmağa çalışıram. Nə qədər bacarsam da öz bilik və bacarıqlarımdan istifadə edərək və onlara da misal tez-tez sözümüzün çəp gəldiyi məqam ondan ibarətdir ki, marketinq hissəsi ilə kifayət qədər məşğul olmurlar və onlara belə deyək, bəzən narazıçılığımı bildirirəm ki, əlinizin altında hal-hazırda o qədər alətlər var ki, o qədər imkanlar var ki və gənc nəsil olaraq siz bu alətləri daha yaxşı bilirsiniz və çox yaxşı istifadə edib öz məhsulunuzun marketinqi, PR-ı ilə məşğul ola bilərsiniz, amma siz bununla məşğul deyilsiniz. Nə üçün, niyə və bu səbəbdən bəzən aramızda narazıçılıq yaranır. Amma dediyim kimi, çox yaxşı akseleratorlarda bu sahəyə xüsusi diqqət ayrılır. Çünki çox önəmlidir. Yəni gəlir gəlməlidir və o gəlir üçün də marketinq PR-dan çox yaxşı məşğul olmaq lazımdır. Bizim əsas gəlir mənbəyimiz Çindəndir və ona görə də bizim marketinq və PR-ımız əsasən Çin bazarına yönəlib və orada buradan çox fərqli bazardır. Və tamamilə fərqli yollardan istifadə edirik ki, öz məhsulumuzu orada daha da yaya, miqyaslaya bilək. Amma yenə də özəyində, məğzində o dayanır ki, müştəri cəlb etmək lazımdır, nə yol olur olsun və bunun üçün çox düzgün şəkildə bir strategiya qurmaq lazımdır. Düşünürəm ki, təsisçinin üzərinə çox böyük bir məsuliyyət düşür. Çünki bu şirkətin ana ruhunu təsisçi bilir və təsisçi mütləq şəkildə marketinq komandası ilə sıx şəkildə çalışmalıdır ki, o fəlsəfəni düzgün şəkildə müştərilərə yönəldə bilsin. Və müəyyən qədər və düşünürəm ki, təsisçinin bu sahədə bilik və bacarıqları olmalıdır ki, o öz fikirlərini marketinq dilinə tərcümə edə bilsin. Dekodlaşdıra bilsin. Bəli. Və həmin marketinq komandası hansısa bir kampaniya hazırlayanda, hansısa bir addımlar atmaq istəyəndə təsisçi özü ona nəzarət edib bir fikir bildirə bilsin ki, bəli, mən düşünürəm ki, siz bunu etsəniz bizim şirkətə yaxşı təsir edəcək, yox, bunu etsəniz pis təsir edəcək. Çünki startup, yəni yeni şirkət olaraq hələ cəmiyyət tərəfindən kifayət qədər bir trust, bir inam olmur, güvən olmur və çox kiçik səhv bu startupun sonu demək ola bilər. Ona görə də təsisçi üzərində bu sahə, bu istiqamətdə təsisçi üzərinə çox-çox böyük bir məsuliyyət düşür. Bayaq qeyd elədiyim elə. Əslində ona görə deyirəm ki, Azərbaycanda məndən daha yaxşı danışırsınız. Mən çox uzun dedim o sözü, amma xanım Və son olaraq da belə bir sual vermək istəyirəm. Yeni sizi izləyənlər varsa, indi 18 yaşında da ola bilər, 38 yaşında da ola bilər, 48 yaşında da ola bilər, fərqi yoxdur da, amma bu startapa başlamaq istəyirsə, sizcə əsas diqqət etməli olduğu nədir? Komandası, ideyası, yoxsa işin icrası, yoxsa investora edəcəyi təqdimat? Nəyə diqqət etməlidir? Bir forumlardan birində speaker kimi çıxış etdiyim zaman sonda belə çox qısa seçimli sual mənə verildi ki, ideya yoxsa komanda? Bundan öncə heç zaman bu sual haqqında fikirləşməmişdim. Ondan sonra artıq bu fikir ətrafında düşünməyə başladım. Ən açar məsələ uğura gedən yolda əzmkarlıqdır. Yəni bu sözsüz belədir. Bu fərqi yoxdur. Təhsildədir, korporasiyada karyera qurursunuz, biznes, startup fərqi yoxdur. Amma gəlsək ideya, komanda və ya investor bu məsələlərə düşünürəm, məsələnin kökündə məhz komanda durur. İdeya hər kəsdə var. Hər kəsdə mütləq şəkildə bir ideya var ki, o bunu reallaşdırmaq, həyata keçirmək istəyir, amma düzgün komanda yığmaq hər kəsin bacaracağı bir məsələ deyil ki, mənim də ən çətinlik çəkdiyim məsələlərdən biri budur, misal üçün. Hələ də öyrənirəm. Minlərlə kitab oxumuşam, o qədər akselerasiya proqramlarında iştirak etmişəm, amma bu oxunaraq öyrənilə biləcək bir məsələ deyil. İnsanlarla işləmək oxunaraq öyrənə biləcəyin bir məsələ deyil və bunu mütləq şəkildə yaşayaraq, təcrübə qazanaraq insan öyrənir və düzgün komandadan çox şey asılıdır. Biznes quranda, adət olunmuş biznes quranda bu daha sadədir ki,
biznes bir düz xətt üzərində irəliləyir və sən insanları daha asanlıqla başa sala bilirsən ki, biz nə edəcəyik, məqsədimiz nədir və insanlar ya qoşulur, ya qoşulmur. Amma startap o qədər əyri xətt üzərində, o qədər enişli, yoxuşlu bir yoldur ki, sən həm də işləyəcəyin komandanı inandırmalısan ki, bəli, biz uğurlu olacaq. Bəzən və çox mühüm məqamlardan biri səmimi olmalısan və uğurlu olmayacaqsa da bunu onlara izah etməlisən və mən çox zaman açıq şəkildə bildirirəm ki, baxın, bu addımı atırıq. Əsasən gözləntiləri aşağı tutmağa çalışıram ki, uğurlu olmaya bilərik və bildirirəm ki, baxın, böyük ehtimalla bu addımı atsaq uğurlu olmayacaq. Sizcə bu cür davam edəkmi? Razılaşdıqları halda bu cür davam edirik. Yəni güclü komanda hər şeyin özəyidir və güclü, uğurlu startap üçün məncə güclü təsisçi komandaya ehtiyac var. Daha sonra artıq digər komanda üzvləri bu düzgün formalaşdırılmış təsisçi komanda əsasında yaranır və Google'dakı akselerasiya zamanı mentorumun xüsusi bildirdiyi məqamlardan və indiyə qədər də özüm üçün dərs kimi beynimdə saxladığım məqamlardan biri də bu idi ki, insanlar əsasən özlərinə oxşar insanları işə cəlb edirlər, hire edirlər və bu cümləni eşidəndən sonra mən fikir verməyə başladım ki, bəli, həqiqətən belədir. Hansısa bir strukturda, hansısa bir şirkətdə baxıram ki, insanlar xasiyyətcə bir eyni dalğada olan insanlar. Bəli, eyni dalğada, eyni düşüncədə. Yəni bir departament hamı çox pozitivdir. Hamı sənə çox yaxşı dəstək olur. Digər departament biraz özün belə deyək kənarda saxlayır falan. Və ondan sonra artıq mən bu nüansa fikir verməyə başladım və burdan mənim üçün yaranan ən böyük dərs oldu ki, təsisçi komanda güclü olmalıdır ki, onun ətrafında yarana biləcək komandada ona uyğun olaraq güclü, həm mental, həm də fiziki cəhətdən güclü insanlardan təşkil olunsun. Bir də bir ifadə işlətdi. Xanım onunla bağlı arada bir təb gələndə bilirsiniz, statlar yazıram mən də. Bu nəzəriyyə ilə bağlı qeyd elədiniz ki, yəni insan davranışlarını komanda idarə etməsini nə qədər minlərlə məqalə, kitab oxuyuruq. Bu nəzəriyyədən deyil, daha çox praktikadan gərək yaşamalısan bunu. Bu fikrə bir əlavə gətirmək istəyirəm. Nə qədər qəbul edərsiniz bunu yoxsa yox, amma bu mənim gəldiyim qənaətdir. Ən azından 20 il müddətində müəyyən az da olsa biz də müəyyən şeylər oxuduq, araşdırdıq. Stat bundan ibarət idi, qısa desəm. Nəzəriyyə və təcrübə Pareto prinsipinə oxşayır. Biz demək Pareto prinsipinə oxşayır, yəni 80-20 prinsipi bizim ümumiyyətlə oxuduğumuzun cəmi 20% tətbiqdə öz yerini tapır. Amma qalan 80% lazımsız anlamına gəlməməlidir. O 80% o 20% üzə çarpmağa kömək edir. Okay. Belə. Çox təşəkkür edirəm. Çox sağ olun Günay xanım, dəvətimizi qəbul etdiniz, gəldiniz. Sizi dinləmək istəyənlər varsa, qaldı Liderlər zirvəsinə biletini alsın, gəlsin 7 martda Gülüstan sarayında. Mən də çox böyük məmnuniyyətlə ön sıralarda oturub dinləyəcəm şəxsən. Çox maraqlıdır həqiqətən də. Düzdür, biz oradan lap biznesdən danışmayacaq, amma bu biznesə toxuna biləcək məqamlardan danışacaq deyə düşünürəm. Çox sağ olun, çox şad oldum həqiqətən də tanıdığıma. Mən çox təşəkkür edirəm dəvətiniz üçün, həm söhbət olduğumuz üçün çox sağ olun. Həqiqətən vaxtın necə keçdiyini bilmədiyim bir veriliş oldu. Uğurlar arzu edirəm və düşünürəm ki, tamaşaçıları Qadın Liderlər zirvəsində yenidən görəcəyik. İnşallah. Əsla biz sizə artıqlaması ilə uğur arzu edirik. Yəni bu asan məsələ deyil. Oturasan Bakıda Kitay bazarını, Çin bazarını idarə eləməyə çalışasan. Eynən. Özdə təhsil sahəsində. Hə, yəni kəşf eləməyə çalışsın. İdarə yox, kəşf eləməyə çalışsın. Təhsil sahəsi də lap xüsusi vurğulanması bir məqamdır. Hələ plus da Çin.
Bəli. Buradan bura özümüzü güclü. Çox təşəkkür edirik bizimlə olduğunuza görə. Bəli, bu buraxılışımız da sona çatdı. Çox maraqlı idi, çox faydalı idi. Suallarınız varsa yaza bilərsiniz, şərhlərinizdə dəstəyinizi göstərə bilərsiniz və bizim bugünkü buraxılışımızın ərsəyə gəlməsində Oba Marketlər şəbəkəsinə sonsuz təşəkkür edirik. Yenilənən Oba Plus mobil tətbiqini mütləq yükləyin, çünki faydaları var və həyatı rahatlaşdırır. Yəni indiki dövrdə o qədər işlər, ailə, şəxsi həyat, yəni hər şey o qədər bir-birinə qarışıb ki, bizə lazımdır rahat həllər verən bir həllər olsun və eyni şəkildə də Oba Plus mobil tətbiqi də bu həllərdən biridir. Odur ki, yükləyin və faydalanın. Faydaları haqqında əslində əvvəldə məlumat vermişdim, amma bununla bağlı maraqlı bir icmal da eləyəcəm və sosial mediamda bunu da izləyə bilərsiniz. Və podkastın çəkilməsində studiyaya görə də Qarmediaya təşəkkür eləyirəm. Əgər siz də podkast çəkmək istəyirsinizsə, amma deyirsiniz ki, təchizatım yoxdur, nə bilim, montaj eləyə bilməyəcəm, shortslar hazırlaya bilməyəcəm, narahat olmayın. Bu məsələdə Arif bəy və komandası sizə dəstək olacaq. Sadəcə müraciət etməyiniz kifayətdir. Digibum agentliyinə də sonsuz təşəkkürlər. Belə, növbəti buraxılışda yenidən görüşərik. Hələlik. Sağ olun.